Zeyvə, Düdəngə və Cəlikənd kəndlərini Şərir rayonunun mərkəzi ilə birləşdirən bu yol uzun illər istismar müddətini başa vurduğundan artıq yenidən qurulur. Qeyd edim ki, bu yol sadəcə bu üç kəndi deyil, Naxçıvan Sədərək avtomagistral yolunu da Şərir rayonunun mərkəzi ilə birləşdirən ən alternativ yollardan biridir. Hazırda yolun köhnə asfalt örtüyünün sökülməsi işləri aparılır. Layihəyə əsasən ümumi uzunluğu 2200 metr, eni isə 8 metr olacaq yolda zəruri yol yatağı hazırlandıqdan sonra müasir standartlara uyğun asfalt beton örtüyü salınacaq. Yolun sıradan çıxmış asfalt örtüyü qazılma prosesi aparılır. Sonraki etaplarda yolun dolğusu veriləcək və ikinci, üçüncü etaplarda isə 8 metr və 4 sm olmaqla asfalt örtüyü verilərək əhalinin istifadəsinə veriləcəkdir. Əlavə olaraq da həmin təmir bərpa işləri aparılan yol istiqamətində 16 və yaxud da 17 ara məhəllələrə giriləcək ki, hansı ki 20 metr və yaxud da 30 metr uzunluğunda asfalt örtüyü veriləcəkdir. Görülən işlər kənd sakinləri tərəfindən də razılıqla qarşılanır. Onların sözlərinə görə yolun yenidən qurulması gündəlik gediş-gəlişi asanlaşdıracaq, nəqliyyatın təhlükəsiz və rahat hərəkətinə imkan yaradacaq. Əvvəllər əhali bu yoldan istifadə edən əhali çox əziyyət çəkirdi, çox narahatdılar. 7-dən 70-ə qədər olan insanların hamısının elə bir ki arzusu həyata keçirilir. Bu yoldan 15-16 kənd istifadə edir. Bu möhtəşəm yoldur ona görə ki, əvvəlləri mərkəzi yol bura sayılırdı. ...90-cı illərdən bu yana Şəruru, Zeyvə, Düdəngə, Cəlikənd ilə birləşdirən yollar pis vəziyyətdəydi, bərbat vəziyyətdəydi. Demək olar ki, insanların gedişi, gəlişi qısa bir məsafəni çətinləşirdi. Bu yolun bərpası gələcəkdə bu bölgədə yaşayan əhalinin demək olar ki, gedişini, gəlişini asanlaşdıracaqdır. Hazırda ərazidə yenidən qurma işləri layihəyə uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Yolun istifadəyə verilməsi ilə Zeyvə, Düdəngə və Cəlikənd kəndlərinin, eləcə də bu istiqamətdə digər yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqələri daha da yaxşılaşacaq. Heydər Məmmədov, Əli Məmmədov, Rahib Babayev, NTV Xəbər.